إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz, değerli Müslümanlar, hörmətli qardaşlar, ilk önce Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir nəsihətidir. Buyurur ki öz kəlamında, biz sizden evvelki əhl-i kitaba tövsiyə ettiğimiz kimi size de Allah'tan qorxmağı tövsiyə edirik. Ve devam edirik. Uzun bir müddətten sonra, mübarək Ramazan ayından sonra ilk dərsdir, hansı ki bundan əvvəl tədris edirdik. Elmin fəziləti, onun ədəbləri, onun tələb etməyin, hasil etməyin, cəm etməyin yolları adlı bu risaləni. Və keçən dərs, daha doğrusu sonuncu dərsdə elmə başlamaq üçün, tələb etmək üçün hansı mərhələlərdən keçməliyik ona toxunduq. Bugün başqa bir fəsilə toxunacağıq bu ilə bağlı. O da taraiqut təhsil. Yəni elmi hasil etməyin yollarıdır. Hansı yollarla elm hasil olur, hansı yolla insan elmi əldə edə bilər və necə əldə etməlidir, nədən başlamalıdır, nədə qutarmalıdır. Və bugün ilk fəsil hansı ki elmin hasil olması haqdadır və onun yolları haqdadır. Buyurur ki müəllif, səbilul ilmu'l-ləzi la səbilə iləyhi qeyruhu huvel-iqla' ani-z-zənbi əv iqla'ni-z-zunubi vəl-mə'asi vəl-iqbalu aləllahi bil-kulliyyə. Deyir ki, ən birinci elmin yolu hansı ki ona başqa yol yoxdur. Başqa cür onu hasil edə bilməzsən, ona çata bilməzsən, o da günahdan, asilikdən əl çəkməlisən. Ən başında bu gəlir. İnsan elmi hasil etmək istəyirsə, günahdan, asilikdən əl çəkməlidir, qurtarmalıdır günahlardan və üst tutmalıdır tam Allaha doğru. İbn-i Qayyim rahiməhullah deyir ki, bu haqda lil-məasi minəl-əthəril-qabihə əl-məzmumə əl-mudarra bil-qalbi vəl-bədəni fid-dünya vəl-əxirə mə lə ya'ləmuhu illallah. Deyir ki, asiliyin məzəmmət olunan eybəcər nəticələri, qəlbə zərəri, bədənə zərəri, dünya və axirətə zərəri o qədərdir ki, onun zərərinin miqdarını Allah'tan başqa heç kim bilmir. Və onlardan biri də hirmanul ilm, elmdən məhrumiyyətdir. Günahlar səbəbdir elmdən məhrum olmağa. İnsan əgər istəyirsə elmə çatmaq, elmi hasil etmək, cəm etmək özü üçün asiliklərdən uzaq olmalı ki, yoxsa ki məhrumdur. Verilməyəcək ona elm. Ne için? Deyir ki, فَاِنَّ الْعِلْمَ نُورٌ يَقْذِفُهُ اللّٰهُ fil qalb. Çünki elm nurdur, Allah Teala qəlbə salır. Və elm Allahın qəlbə saldığı nurdur. وَالْمَعْصِيَ تُطْفِهُ ذَلِكَ النُّرُ. Günah isə o nuru söndürür. Ona görə İmam Şafii rahiməhullah o vaxt ki İmam Məlikin önündə oturur elm tələb etmək üçün və oxuyur ona elmdən nəsə və kitablarından nəsə. İmam Məlikin xoşuna gəlir onun elmi tələb etməyi və görür onun zəkasını, görür ki necə qıvraqdır, tez qavrayandır, görür ki zəkası parlaqdır, başa düşməyi kamildir.
Deyir ki ona inni arallahu qad alqa ala qalbika nuran. Deyir ki mən görürəm ki Allah Taala artıq sənin qəlbinə nur salıb. Fələ tutfihu bi zulmatil maasi. Və bi zulmatil maasi. Onu asiliyin zülməti ilə söndürmə. Asiliyin yəni qaranlığı ilə o nuru örtmə. Onca İmam Şafii məşhur qəsidəsini oxuyub bu haqda deyir ki şəkavtu ilə vaki'in su'a hifzi. Vakiyə şikayət etdim hafizəmin zəifliyindən. Və ərşədəni ilə tərkil maasi. Mənə yol göstərdi, dedi ki günahları tərk et. Və əxbərəni bi ennəl ilmə nurun. Xəbər verdi ki elm nurdur. Və nurullahi la yuhdə lil-asi. Allahın nuru isə asiyə hədiyə olunmaz. İbnül Cəvzi rahimehullah rəvayət edir. Əbi Abdillah ibn Cəlal'dən deyir ki, kuntu anzuru ilə gulamin nasrani hasanul vəcih. Deyir ki, bir kölə, gözəl üzlü bir köləyə baxırdım. Fəmarra bi Əbu Abdillah el-Bəlxi. Əbu Abdullah el-Bəlxi yanından keçdi. Dedi ki, eyş vukufək, niyə dayanmısan? Fəqulti əm, əmə tara hədə surə. Dedim, yəni, məncəl bu gözəlliyi görmürsən. Yəni, bu şəkli görmürsən. Keyfə tuəddəbu binnar. Bu, odda necə əzab görər? Fədarabə biyədəyhə beynə kətfəy. Əlləri ilə iki çiynimin arasına vurdu. Deyir ki, lətəcidənnə qibbəhə vələv bə'dəhin. Deyir ki, sən bunun müsibətini bir müddət sonra görəcəksən. Və qalə fəvəcəddu qibbəhə bə'də 40 sənə ən unsitəl Quran. Mən onun müsibətini 40 il sonra gördüm, Quranı unutdum. Və gəlib isnadı ilə Əbu Ədiyəndən deyir ki, kuntu mə ustaz əd-dəqqaq. Müəllimim dəqqaqla bir yerdəydim. Fəmərrə hədəsim. Bir cavan keçdi. Fənadartı iləyik. Baxdım ona. Fərəan ustadi və nənzur iləyik. Və müəllimim gördü məni ona baxarkən. Dedi ki, ya bu nə ilə təcidənlə qibbəhə vələv bə'dəhin. Sən onun müsibətini, sən onun yəni nəticəsini bir müddət sonra görəcəksən. Fəbəqitu 20 sənə və ənə urai. 20 il gözlədim və fikirləşirdim ki, nə vaxt başıma gələcək bu. Fəmə əcidu zəlikəl qib. Lakin gəlmirdi başıma. Fənimtu zətə leylətin və ənə müzəkkirun fi. Və bir gün yatdığımda xatırladım onu. Fə asbəhtu və qad unsitul Quranə kəmil. Kullə. Və ayrıldım ki, Quranın hamısını unutmuşam. Ona görə də günahların təsiri uzun müddətlidir insan üçün. Ağıl sahibi qorxar günahlardan. Hətta ondan tövbə etsə də. Tövbə edib ağlasa da günahlarını, lakin yenə də onun nəticəsindən qorxmalıdır. Və deyir ki, sələflər, əksər insanlar qəlbləri sakitləşir tövbə ilə. Və çoxu da elə zənn edir ki, tövbə etməklə qurtuldu bu günahlardan. Lakin gizli bir şey var onlardan. Hansı ki, əksər insanlar bilmir onu. Hətta günahları bağışlansa da o tövbə ilə geridə xəcalət qalır onu edən üçün. O günahın xəcaləti hansı ki qalır o çıxayıb, yox olmur. Və tövbədən sonra günahdan qorxma haqda baxsaq əsərlərə səhih rəvayətlər var. Və bəsədir baxasan ki, Peyğəmbərlər, o vaxt ki insanlar gələcək onların yanına qiyamət günü, gələcək insanlar Adəmin yanına, deyəcəklər, şəfayətçi ol bizim üçün. Ne üçün? Haqq hesab başlasın deyə. Nə deyəcək? Deyəcək, zəmbi, günahım. Gələcəklər Nuhun yanına, deyəcəklər ki, şəfayətçi ol bizim üçün. Deyəcək ki, zəmbi, günahım. Gələcəklər İbrahimin, Musanın, İsa'nın, hamısı eyni sözü deyəcək. Baxmayaraq kimlərdir? Peyğəmbərlərdir. Hansılar ki, əgər onların günahları ilə başqalarının günahlarını müqayisə etsən, görərsən ki, onların etdiyi günahlar həqiqətdə heç günah da sayılmır. Lakin bu ilə yanaşı qorxurdular. Xəcalət çəkirdilər etdiklərinə görə, üzrxahlıq gətirirdilər. Baxmayaraq tövbə etmişdilər, baxmayaraq bağışlanıb da olar.
və peyğəmbərlər idi. Gör başqaları necə. Ona görə də tövbədən sonra günah üçün qorxma qalmalıdır. Dedi ki, bəs eləyir ki, xəcalət, hansı ki, insan tövbə etsə də, o xəcalət hansı ki qalır, o xəcalət qalxmır insandan. Ona görə nə gözəl deyib Fudayl ibn İyad rahimehullah dua edir Ərafa günü, deyir ki, "Vastavata mink və in afawt." "Vastavata mink və in afawt." Deyir ki, məni bağışlasan da səndən utanıram. Ona görə də müəllif deyir ki, ona görə uf deyirik və vallahi uf deyirik o kəslərə ki, günahları seçiblər. Baxmayaraq, onların o günahın ləzzəti müvəqqəti olsa da, sonradan peşmançılığı müminin qəlbindən getməsə də, baxmayaraq bağışlansa da, lakin uf deyirik o kəsə ki, çəkinsin. Nədən? Ona xəcalət gətirəcək, xəcaləti vacib edən bu günahlardan. Ona görə də bu iş az insan diqqət edir ona. Az tövbə edən, az zahid olan fikirləşir ki, bağışlansam da, lakin xəcaləti qalır. Ona görə də bağışlanma tövbə ilə olur, lakin sadiq tövbə ilə. Və şeyx deyir ki, bu zikr etdiklərimi ona görə zikr etdim ki, bil ki, tövbənin xəcaləti qalır. Ona görə çəkin indidən günahdan, ona düşməmişdən qabaq. Və baxsaq deyir, İslam imamlarına, hansılar ki, nümunə edirlər təqvada, nümunə edirlər Allah qorxusunda, bəzən mübah olanı, halal olanı Allah qorxusundan tərk edirdilər. Baxsaq onların əməllərinə, dərk edərik bunu. Dünyanın imamı olan vaxtında İmam Əhməd İbn Həmbəl 3 gün yemək yemir. Yemək olmadığı üçün. Və 70 yaşındadır. Və bir gün un verirlər ona. Hardansa un gəlir ona. Və tez o undan çörək pişirib verirlər ona. Elə ki, qabağına qoyurlar. Deyir ki, bu çörəyi necə belə tez pişirdiniz? Ne üçün? Çünki özünün odunu, ocağı olmur onu pişirməyə. Deyirlər ki, qonşuda olan Salihin təndirində pişirmiş. Yəni, Salih adlı biri onun təndirində pişirmiş. Nə özü dadır o çörəkdən, nə də qoyur ailəsi datsın. Nə olur səbəb? Deyir ki, Salihin odunda bişən çörəkdən dadmaram. Səbəb nə olur? Salih hökmdardan etmədiyi bir şeyə görə, haqlı olmadığı bir şeyə görə bir malı götürdüyünə görə. Deyir ki, yəni onu sultandan götürüb, hansı ki onda haqlı deyildi. Onun haqqından deyildi. O səbəbdən götürmür. Hətta bəzi rəvayətlərdə gəlir ki, əmisinin köləsi İshaqın köləsi onun yanına gəlir, ölməmişdən biraz qabaq. Və o köləni həmin əmisi oğlu ona hədiyyə vermək istəyir. O da götürmür onu. Deyir ki, sən bu köləni haqlı olmadığın bir maldan almısan. Haqq etmədiyin bir maldan almısan. Ona görə də alimlərin sözünə baxsaq, günahdan qorunmaları haqda, eləcə də sələflərin həyatına baxsaq, görərək ki, onlar necə çəkinirdilər günahdan. Niyə dedik? Çünki səbəb də ən başlıca elmin məhrumiyyəti üçün. Və bunda onların əsasları var idi, bəli var idi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, xeyrə dinikumul vara, ən xeyirli dininiz təqvadır. Yəni Allah qorxusun. Ona görə çəkinirdilər haramdan nəsə əldə etməkdən. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin qoyduğu bir qanun idi bu. Hansılar ki, alimlər o qanun üzərində gedirdilər. Çünki o yol, hansı ki o yolda addımlayırdılar. O yol onları Allah Taala'ya götürürdü.
Ona görə itaəti davamiyyətdə edirdilər və deyir ki, şeyx, onlar asiliyi boşamışdılar. Yəni, asili eləmirdilər, günah eləmirdilər. Və elə bir boşanma ki, ondan sonra qaytarma yoxdur. Və bunlar hamısı da elm tələbəsi üçün gərəkli olan bir şeydir. Niyə də yox? Çünki günahlar insan üçün ən birinci ağlını fəsad edir. Aparır nurunu, elmi silir, elmin bərəkətini aparır. İbn Qayyim rahimehullah deyir ki, Əl-maasi tufsidul aql. Günahlar ağlı fəsad edir. Fəinnə lil-aqli nura. Həqiqətən ağlın nuru var. Vəl-ma'siyyətu tudfi'un nurəl-aqli lil-əbəd. Günah isə ağlın nurunu əbədiyyən söndürür. Və idə tufiyə nuruhu da'ufa naqs. Əgər nuru sönəcəksə, zəifləyəcək və naqis olacaq. Və rəvayət olunur, bəzi sələflərdən deyirdilər ki, Mə asallaha əhədun həttə yəğibə aqləhu. Allah Taalaya ağlı başında olan asi olmaz. Nə vaxt asi olur Allah Taalaya asi olan? O vaxt ki, ağlı başından gedir. Yəni, kim asi olursa, onun ağlı başında deyil. Və sonra deyir ki, vəhədə zahir, bu da açıq aydındır. Çünki ağlı yerində olsa, tərk edər günahı. Çünki bilir ki, Rəbbinin ovucundadır. Qiyamət günü Rəbbinin əlinin içindədir. Həmçinin Rəbbinin qəhri altındadır. Rəbbinin nəzarəti altındadır. Görür onu hər yerdə, evində. Görür onu aşkarında, gizlinində. Mələklər şahid olur. Baxırlar onun etdiyinə. Həmçinin Qurandan muizə edən çəkindirir onu. İmanından muizə edən çəkindirir onu. Ölüm muizədir, çəkindirir onu. Cəhənnəm muizədir, xatırlamadır, çəkindirir onu. Lakin günahla itirdiyi, onun üçün dünya və axirətdə xeyirdən məhrumiyyətdir. Və günahla itirdiyi dünya və axirətdə xeyrə çatacağı məsələlərdən, xeyrə çatacağı şeylərdən qat-qat daha çoxdur. Baxmayaraq müvəqqəti onun üçün bu günahda sevinc, ləzzət olsa da. Ona görə də günahı asan saymamalısan, günahı az saymamalısan və salamat ağıl sahibi günaha üst tutmaz. وَالْعِلْمُ يَدْخُلُ قَلْبَ كُلِّ مُوَفَّقٍ. Elm hər müvəffəq olanın qəlbinə daxil olur. Min qeyri əbvabin və ləstizəni. Yəni, o elm hansı ki, daxil olur hər bir müvəffəqin qəlbinə, heç bir qapısız, heç bir icazəsiz daxil olur. Elm üçün qapı, icazə ehtiyac yoxdur, əgər Allah Taala müvəffəq edibsə. Və yarudduhul məhrumu min xidlənihi. Lakin məhrum olan rəzalətindən rədd edir o elmi. Lə tuşqin Allahumma bihirməni. Sonra deyir ki, ey Allahım, bizi məhrum etməklə bədbəxt etmə. Və ikinci fəsil hansı ki, müəllif gətirib elmin hasil etməsinin yollarından deyir ki, lə buddə li talibil ilm ən yaxtənimə təhsilə fissilə. Elm tələb edən bu elmi hasil etməsi üçün kiçik yaşları qənimət bilməlidir. Yəni, uşaqlıqdan tələb etməlidir. Uşaqlıq yaşı qənimətdir onun üçün. Ona görə Xatib el-Bağdadi Musa ibn Ali'dən, o da atasından rəvayət edir ki, Loğman deyir oğluna ki, ya buney, ey oğlum, ibtəğil elmə sağira, elmi uşaqlıqdan tələb et. Fə innəl ibtiğal elm yaşuq alərkəb. Həqiqətən elmi tələb etmək böyüyə ağır gəlir. Böyük üçün çətindir. Ağırdır ya, buna innəl muv'idata taşuqqu aləs-səfiyyi kəmə yaşuqqul va'rus sa'udu aləş-şeyxil kəbir. Ey oğlum, bil ki, həqiqətən muizə, yəni xatırlama səfih üçün ağırdır. Necə ki, yaşlı insan yüksək bir yerə qalxmaq onun üçün ağırdır eləcə. Və nəql olub bizə Hişam ibn Urbadan deyir ki, atam mənə dedi ki, İnnə kunnə əsağirəl qovm. Biz qövmin ən balacalarıydıq. Thumma nəhnul yevmə kibar. Bugün isə
Biz bölmüşük. Və innekum yevmə əsagiru. Və siz də bugün balacalarsınız. Və sətəkununa kibara. Və siz də böyüyəcəksiniz. Fətəalləmül ilmə təsudu bihi qavməkum və yəhtəcu ileykum. Elmi öyrənin ki, qövmünüzü idarə edə biləsiniz və sizə ehtiyacları olsun. Və gəlib Əbu Bakr Əl-Hafizdən, rahiməhullahdan deyir ki, Ət-təfəqquh fi zəməni-şəbih və iqbalil-ömr. Elmi, daha doğrusu cavan yaşından fəqih olmaq, yəni başa düşmək və ömrün ilk çağında başa düşməyə çalışmaq və təməkkum minhu bi qillətil əşğal və kəmalü-zəhin və məşğuliyyətin az olduğu bir vaxtda və zehnin kamil olduğu bir vaxtda o elmə sahib olmaq və rahatul qari, həmçinin qabiliyyətin, rahat ol, insan qavrama qabiliyyətinin rahatlığı olduğu bir vaxtda əldə etmək, yarsuhu bidəlikə fil qalb, bu qəlbdə kök salır. Yəni, erkən çağda elmi tələb eləmək, qəlbdə kök salmasıdır. Və yəthbutu və yətəməkkən və üstəhkəm. Ona görə sabit olur qəlbdə o elm. Hakim olur qəlbə, mükəmməl olur. Fəyəhsulul intifəu bihi vəl-bərək. Ondan insan faydalanır, bərəkət əldə edir. İzə sahibuhu İzə sahibəhu min Allah hüsn təvəqqü. Əgər Allahdan gözəl müvəffəqiyyət də olarsa onun üçün. Əgər gözəl müvəffəqiyyət varsa Allahdan sənin üçün və uşaq vaxtından, cavan vaxtından elmə sahibsənsə, o sənin üçün faydadır, bərəkətdir. Və izə uhmilə ilə halətil kəbir. Amma yaşlı vaxtda tərk edilsə, səhlənkarlıq edilsə, əl-muğayyirə lil-əxlaq, hansı ki, o vaxt, yəni o yaşlı vaxt, əxlaqların dəyişdiyi bir vaxtdır. Nəqisətul ələt, insanın əzalarının naqisləşdiyi bir vaxtdır. Necə ki, şair deyib, İzə əntə əyərəkət təfəqquhu nəşiən. Əgər cavanlıq vaxtı fəqih olmaqdan taqətsiz qalmısansa, yəni əldə etməmisənsə cavanlıq vaxtında, fətələbuhu şeyxən əleykə şədidu. Qoca vaxtı onu sən tələb etmək sənə ağır olacaq. Ona görə də Allah Taala əgər müvəffəqiyyət veribsə sənə, cavan vaxtda elm tələb edə bilirsənsə et. Və baxsan İslam ümmətinə, görərsən ki, onların ümmətin ümumi məşğuliyyətini nəzərdən keçirsən, görərsən ki, məşğuliyyəti Quran olub. Uşaqlıqdan öyrənib öyrətmək olub. Elmi əldə edib çatdırmaq olub. Əməl edib tətbiq etmək olub. Əxlaqla, mənhəzlə. Ona görə görürsən ki, atalar öyrədirdilər övladlarına Quranı hələ uşaq vaxtından. Və bunu nə ediblər? Dinin şüarı ediblər. Bu ümmətdə uşaq vaxtından Qurana sarılma dinin şüarlarından bir şüar olub. Və Allaha yaxınlaşdıran, aləmlərin Rəbbinə yaxınlaşdıran yollardan bir yol olub. Ona İbn Xaldun rahimehullah deyir ki, uşaqların Quran öyrənməyi dinin şüarlarından bir şüardır. Bu millətin əhli bunu götürüb. Bunun üzərində böyüyüb. Bütün kəndlərdə, yəni bütün qəsəbələrdə, bütün şəhərlərdə ki, o yaşdan onların qəlbində iman, etiqad, Quranın ayələri kök salıb və hədislərdən bəzi mətinlər. Və Quran da təlimin əsli olub onlar üçün. Hansı ki, onun üzərində digər qabiliyyətlər qurulub. Səbəb nədir? Çünki uşağın yadda saxlaması daha qüvvətlidir, nəinki böyüyün. Uşaq üçün o elmi, o erkən yaşında qəlbində kök salması daha rahat, onun üçün əsl olur, əsas olur, kök olur ki, onun üzərində digər qabiliyyətlər qurulur. Ən birinci əsas hansı ki, bu ümmətin uşaqları öyrənirdilər, Allahın kitabı idi. Hansı ki, o kök salırdı onların qəlbində və əsas olurdu digər əldə etdikləri elm üçün, digər əldə etdikləri qabiliyyət üçün. Ondan sonra da hansı üslubda kimin bacarığı necədirsə,
və öyrənmək istədiyi nə idisə onu öyrənirdi və onun üzərində qururdu. Amma o ki, qaldı ki, elmi daşımaq, hansı yaşdan elmi etibar edirdilər daşınmasına, baxsaq sələflərin həyatına, görərik ki, buna görə təyin etdikləri vaxt nə idi? Uşağın dərk etmə vaxtı. Əgər seçə bilirdisə uşaq, ayrı edə bilirdisə yaxşını pisdən, o yaşı bu elmi daşıyıb, ondan bu elmi götürməyi icazə verirdilər. Ondan bu elmi eşitməyi icazə verirdilər. Deyirdilər ki, o yaş ki, hansı ki o yaşda qulaq asan dərk edir, nəyə qulaq asır? Eşitdiyi başa düşür nədir? O yaşdan artıq elmi daşıya bilər. Onun İbn Salah rahimehullah deyir ki, insanlar cavan səhabələrin rəvayətlərini qəbul edirdilər. Həsən İbn Əli kimi, İbn Abbas kimi, İbn Zübeyir kimi, Nu'man İbn Beşir kimi və onlara bənzər digər səhabələr hansılar ki, onlar daşıyıblar bu elmi həddi buluğa çatmamışdan qabaq və həddi buluğa çatandan sonra hələ də, qədimdə də, indidə də elm məclislərinə uşaqları gətirirdilər. Hədis eşitmək üçün, hədis danışmaq üçün və onların rəvayətlərini mötəbər sayırdılar. Əgər seçə bilirlərsə, yəni ayrı edə bilirlərsə, yaxşını pisdən. Hansı ki, cümhur alimlər bunun üzərindədirlər ki, uşaqdan hədis eşitmək icazəlidir. Razıdırlar uşaqdan hədis eşitməyə. Bunun üçün yaş həddi qoymayıblar. Sadəcə deyiblər ki, nəyin ətrafında dövr edir bu icazə? Seçə bilməsi ətrafında. Yəni, dediyini anlamalıdır, dərk eləməlidir. Və baxılmır, bu dərk etməsi, anlaması 5 yaşdan qabaqdır və ya sonradır və ya biraz əvvəldir və ya biraz sonradır. Çünki adətən 5 yaşdan sonra uşaq artıq dərk etməyə başlayır və 5 yaşdan qabaq hələ biraz zəif olur. Amma qaldı ki, hədislərin yazılması, düzgün qeyd edilməsi, deyiblər ki, burada şərt nədir? Uşağın hazırlığında və həmçinin də qüdrətində. Əgər hazırlığı varsa, yəni uşaq əgər o yaşdadır ki, artıq seçə bilir yaxşını pisdən və hazırlığı da varsa, artıq hədis yaza bilər. Və onun da cavabını kim deyib? Musa ibn Harun Əl-Həmməd rahimehullah. Ondan soruşulanda ki, nə vaxt uşaq yaza bilər və hədis eşidə bilər? Deyir ki, əgər inə ilə dəvə arasında seçim edə bilirsə, yəni fərq görə bilirsə, bilirsə ki, nə mini idi, nə mini deyil. Başqa bir rəvayətdə gəlir ki, əgər inə ilə uzunqulaq arasında seçim edə bilirsə. Deyir ki, İmam Səxavi rahimehullah, həmçinin seçim yaşına dəlil olaraq sələflər nəyi sayırdılar? Deyirdilər ki, əgər uşaq 1-dən 20-yə saya bilirsə, artıq seçə bilir. Əgər dəstəmazı gözəl ala bilirsə, artıq seçə bilir. Əgər təharətə girdikdə özünü təmizləyə bilirsə, artıq seçə bilir və buna bənzər sözlərlə. Ona görə də uşaqlıq yaşından elm almaq önəmlidir, əgər bacarırsansa. Ona görə də deyirdilər ki, o insanlar ki, hansılar ki, uşaqlıq yaşında elm tələb edə bilməyibsə. Allah Teala onlara belə yazıb ki, onların qədərində olmayıb, uşaqlıq yaşından elm ala bilməyib. Lakin çalışmalıdırlar, səy göstərməlidirlər ki, bu onların övladları üçün həyata keçsin. Övladları üçün müvəffəqiyyət olsun. Ona görə kimə Allah Teala övlad veribsə, çalışmalıdır oyna və fərq eləmir qız ya oğlan. Çalışmalı ki, müvəffəq olsun, özündən sonra o elmə sahib olsun, elmi öyrənsin. Ona görə öyrətməlidir uşağı uşaqlıq yaşından təmizliyə, öyrətməlidir təharətə, öyrətməlidir bu dinin ədəblərinə, öyrətməlidir bu dinin əxlaqlarına. Elə ki, 5 yaşı olsa, elmi əzbərləmək qüdrətində olsa, öyrətməlidir ona Allahın kitabını. Çünki
uşaqlıqda əzbərləmək daşın üzərinə naxış qoymaq kimidir. Necə ki, bəzi sələflərdən gəlib. Elə ki, həddi buluğa çatdı, ondan sonra sən nə qədər rəğbətləndirsən də, əgər onun rəğbəti yoxdursa, bu elmi qazanmağa heç nə əldə etməyəcək. İbn Xaldun rahiməhullah deyir ki, Quranı uşaqlıq yaşında öyrənənlər haqda, əzbərləyənlər haqda deyir ki, Quranı uşaqlıq yaşında öyrənənlər üçün bu kitab bərəkətdir, savabdır və qorxulur, əgər uşaqlıq yaşında öyrənmirsə Quranı, qorxulur ki, ondan sonra o bunu əldə etmək onun üçün çətin olacaq. İtirəcək bu qabiliyyəti. Bu elmdən maniyələr çıxacaq onun qabağına. Ona görə Quranı itirməməlidir, nə qədər ki uşaqdır. Nə qədər ki evindədir, yəni əlvin altındadır, hökmün altındadır, həddi buluğa çatmayıb, hələ də azad hiss eləmir özünü, ona görə onu rəğbətləndir Allahın kitabını oxumağa. Onu rəğbətləndir ki, Allahın kitabını əzbərləsin. Lakin həddi buluq yaşına çatandan sonra artıq sənin əlinin altında olmaqdan, sənin bir sözlə köləliyinlə artıq azaddır. Sən istəsən də onu rəğbətləndirsən, əgər onun rəğbəti yoxdursa və uşaqlıq yaşında da rəğbətləndirməmisənsə, sonradan o özünün rəğbəti olmadan Qurana doğru çevrilməyəcək. Əksinə tərk edəcək. Ona görə elm tələbəsi uşaqlıq vaxtını dəyərləndirməlidir. O vaxtda elmi hasil etməyə çalışmalıdır. Həsən el-Basri deyirdi ki, talabul ilmə fi's-siğar kən-nəşqi aləl-həcer. Uşaqlıq yaşında elmi tələb etmək daşın üzərində naxış qoymaq kimidir. Və rəvayət olunur Həsən ibn Əlidən deyir ki, təalləmul ilm, elmi öyrənin. فَإِنَّكُمْ إِنْ تَكُونُوا صِغَارَ قَوْمٍ تَكُونُوا كِبَارَهُمْ غَدًا. Elmi öyrənin. Siz bugün qövmün kiçikləri olsaz da, sabah böyüklərisiz. فَمَنْ لَمْ يَحْفَظْ فَلْيَكْتُبْ. Kim əzbərləyə bilmirsə, yazsın. Ona görə də uşaqlıq yaşında əgər bacarmırsansa əzbərləməyi, yazmalısan. Yazmırsansa oxumalısan. Və məşğul olmalısan, nə faydadır sənin üçün. Ona görə nəql olub Ömər radiyallahu anhudan deyirdi ki, təfəqqəhu qablə ən təsudu. Nə qədər ki idarə etmirsiniz, fəqih olun. Yəni nə qədər ki böyüyüb, qocalıb, məsuliyyətli vəzifələrə təyin olunmamışsınız, öyrənin, fəqih olun bu dindən. Ona görə İmam Buxari deyir ki, bə'də ən təsudu. İnsanları idarə edəndən sonra da fəqih olun. Deyir ki, وَتَعَلَّمَ أَصْحَابُ النَّبِيِّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ فِي كِبَرِ سِنِّهِمْ. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı yaşlı vaxtında da öyrənirlər. Ona görə Hafız İbn Həcər deyir ki, İmam Buxari Ömər radiyallahu anh'ın bu sözünə belə açıqlama verməsinin səbəbi odur ki, insanlar başa düşməsinlər ki, rəhbərlik etmək o demək deyil ki, rəhbərlik edənlər elmsizdirlər. Yox. Sadəcə Ömər radiyallahu anh'ı işarə edir asan və rahat olana ki, nə qədər ki yaşdaşmamışsınız, böyüməmişsiniz, o məsuliyyətli vəzifələrə mükəlləf olmamışsınız, öyrənin, dərk edin, çalışın, başa düşəsiniz. Və hətta böyüyəndən, yaşdaşandan sonra da öyrənin, çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı böyük yaşlarında da öyrəniblər. Və gəlib bəzi rəvayətlərdə İbn Ömər radiyallahu anh'ın bu sözünü təfsir etmək istəyən alimlər Əbu Ubeydə kimi və başqaları deyiblər ki, mənası odur ki, öyrənin siz hələ ki nə qədər ki uşaqsınız, nə qədər ki ağa deyilsiniz və təkəbbürlük sizə nə qədər mani olmur sizdən aşağı olandan elm götürməyi, yoxsa ki cahil olaraq qalacaqsınız. Ona görə elm kiçiyi qaldırır və onu böyük edir. Böyük kimi olur? Cahillik isə böyüyü alçaldır, onu kiçik edir. Əbu Ömər ibn Abdülbar rahiməhullah deyir ki, bəzi elm əhli deyərdi ki, böyük adam
hər yaşda alimdir. Böyük adam alimdir hər yaşda. Cahil isə hər yaşda balacadır. Yəni böyük adam əgər alimdirsə hər yaşda alimdir. Cahil isə yaşından asılı olmayaraq kiçikdir, yaşı çox olsa da, yaşı böyük olsa da və alim böyükdir, o uşaq olsa da. Və sonra deyir ki, şair deyir ki, təəlləm fələysəl maru yu'lədu alimə. Öyrən, bil ki, kişi alim olaraq doğulmur. Və leysə əhu ilmin kəmə huvə cahilin. Heç də elm sahibi olan cahil kimi deyil. Və innə kəbirəl qavmi lə ilmə indəhu. Qövmün böyüyü əgər onda elm yoxdursa, səğirun idəl təfətət aleyhil məhafil. Onun ətrafında insanlar olsa da, cəm olsa da, o yenə də balacadır. Və gətiriblər dəlil kimi həmçinin Abdullah ibn Abbasdan. Deyir ki, Abdullah ibn Abbas baxmayaraq uşaq idi, fətva verirdi. Bu dəlildir ki, əgər uşaq yaşından elm varsa onda və o elmi ilə mötəbər sayılırsa, onun fətva verməsində bir eyb yoxdur. Deyir ki, Abdullah ibn Abbas, eləcə də Muaz ibn Cəbəl və gəlib ki, Üttəb ibn Useyd insanlara fətva verirdilər. Hələ uşaq idilər. Və gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm göndərirdi onları bəzi kəndlərə, bəzi vilayətlərə, hətta vali də təyin edib onlardan. Necə ki, Muaz ibn Cəbəli vali təyin edib. Və necə ki, günümüzə kimi alimlər Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrinin etdiklərini mötəbər sayıblar. Baxmayaraq uşaqlar oldular. Onların verdikləri fətvalar hansı ki, uşaq vaxtı verirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm onları göndərdiyi kəndlərə o fətvalardan istifadə edirdilər. Zuhri rahimehullah deyir ki, Kənə məclisu Ömər muxtassan minəl qurra şəbəbən və kuhulə. Ömər radiyallahu anh'ın məclisi qarilərlə dolu olurdu. Cavanlarla, qocalarla. Fərubbə məstəşara. Bəzən onlarla məsləhətləşirdi də. Və deyirdi ki, Lə yəmnə əhədukum hədəsətə sinnihi ən yuşira bir ayyi. Sizdən heç kimin yaşının az olması nəsə məsləhət verməyə mane olmasın. Yəni, yaşının azlığı ona mane olmasın, nədəsə məsləhət verməyə. Fə innəl ilmə leysə ələ hədəsəti sinni və qiləmi. Elm heç də yaşın azlığı ilə və ya qədimliyi ilə, yaşın çoxluğu ilə deyil. وَلَكِنَّ اللّٰهُ يَدَعُهُ هَيْثُ يَشَاءُ. Lakin Allah Teala bu elmi istədiyi yerə qoyur. Deyir ki, şair, لَيْتَ الْحَوَادِسُ بَعَتْنِ الَّذ۪ي أَخَدَتْ. Çaş ki, hadisələr məndən götürdüyünü mənə geri satardı. Minni bihilmin ləzi a'tat və təcəribi. O aldığı ki, hansı ki, helimliyimlə, yəni tələsməməyimlə, təcrübəmlə əldə etmişdim. Fəməl hədəfətu minəl hilmi biməniyin. Heç də uşaq yaşda olmaq və cavan olmaq, həlim olmaq üçün bir maniyə deyil. Qad yucədil hilmu fişşübbəni və şeybəni. Çünki həlim olmaq həm qocalarda var, həm cavanlarda var. Yəni təmkinli olmaq yaşa baxmır, elmli olmaq yaşa baxmır. Allah Teala bizə eşidib faydalardan etsin. أقول ما تسمعون وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم.